Bismillahirrahmanirrahim. Üç şey var ki, eğer insan ona riayət eləyərsə, Allah həmin insanı o üç şeyə görə, üç şeyi həyata keçirdiyinə görə sevər. Və həmçinin də Allahın sevgisindən əlavə o insan əgər o üç şeyi həyatında tətbiq eləyirsə, o insan həm güclü olar, tənbəl olmaz, həm sağlam olar, xəstə olmaz və həmçinin də iti zehinli olar və aktiv olar hər bir işdə. Onlar hansı şeylərdir ki, Həzrət Peyğəmbər sallallahu aleyh buyurur ki, Allah bu üç şeyi sevir. Qillətul kəlam və qillətul taam və qillətul mənam. Az yiyəni, az danışanı və az yatanı. Belə həqiqətdə də insan həyatında bu cürdür ki, çox danışmaq insanı bəzi hallarda sözünü dəyərsiz edər, sözünün kəsərini azaldar. Ki, insanlar baxıb görərlər ki, bu çox danışandır, bəzi insanlar hətta çox danışdığına görə, əziyyət verdiyinə görə ondan uzaqlaşarlar. Əgər səhv eləmirəmsə, Mövlananın sözüdür. Allah buyurur ki, Allah Teala sənə bir ağız və iki qulaq verib. Ona görə verib ki, az danışıb, çox dinləyəsən. Az danışmaq buna görə yaxşıdır ki, insan az danışıb, çox düşünsün. Çox danışanda insan düşüncəyə yer ayırmır. Az danışsan buna görə ki, enerjisini çox lağlağı işlərə, ləhv işlərə sərf eləməsin. Az danışsın buna görə ki, əgər insan çox danışarsa, danışığına diqqət eləməz və diqqət eləmədiyinə görə danışıqlarında xəta olar və xətaların içində hətta günah da ola bilər. Ona görə danışıqların səbəbi olar ki, gətirər insan günah qazanar. Və bir çox məsələlər var ki, insan əgər az danışarsa, o onun xeyrinədir. Və həmçinin də yemək məsələsində, əgər insan çox yeyən olarsa, bu insanı həm tənbəl eləyər və ardıcan həmçinin də yuxu gətirər. Və insan çox yediyinə görə də çox da yatar və həmçinin də normal yatmaz, narahat yatar və çox yediyinə görə də onun mədəsində xəstəlik də yarana bilər, mədə ağırlaşa bilər, orqanizmi düzgün işləyə bilməz, müəyyən xəstəliklərin yaranmasına, yayılmasına belə deyək, səbəb ola bilər, şəkər xəstəlikləri və s. və ilə axır. Amma az yemək insanı hər zaman sağlam eləyər və həmçinin də çox yatmaq ki, insanın belə deyək, zehnini kütləşdirir. Az yatmaq burada məqsəd o demək deyil ki, insan normadan az yatsın. Təbii ki, insanın sutkada bugün qəbul olunmuş, həm din tərəfindən, həm də elm tərəfindən qəbul olunmuş budur ki, insan sutkada 6 saat sutkanın müəyyən saatlarında yatıb istirahət eləməlidir ki, onun beyni, zehni dincəlsin, istirahət eləsin. Və ən çoxu da qeyd edirlər 8 saat yatması məsləhət görür. Amma 8 saatdan çox yatması bu insanın belə deyək, həm sağlamlığına, həm də digər saydığımız məsələlərinə ziyan eləyir. Buna görədir ki, Allah Teala Həzrət Peyğəmbər sallallahu hədisdə buyurduğu kimi üç şeyi sevir. Az danışanı, az yeyəni və az yatanı.